Müqəddəs kəlamda yazıldığı kimi bilirik ki, İsa Məsih çarmıxda çəkilib və o 3 gündən sonra o dirilmişdi. Onun dirilişi Allahın sözünün yer üzündə təsdiqi idi. Müqəddəs kəlamda yazıldığı kimi İsa Məsih çarmıxda bütün bəşəriyyət üçün günahlarını öz üzərinə götürüb və çarmıxda çəkildi. Və o 3 gündən sonra yenidən dirildi. Və bilirsiniz, bunu ona görə etdi ki, məhz mən və məhz sən ey dostum həlak olmayasan. İsa Məsih ölümə qalib gəldi və ona görə də biz də ölümə qalib gəldik İsa Məsih vasitəsilə.